biri qalxmışdı 3000 kilometr yuxarı, 3000 deyirəm, 3000 metr dəniz səviyyəsindən yuxarıda. Məsələn, hərdən görürsən zəng eləyirlər, deyirlər, ər 18-i tutur, qadın 19-u. Yaxşı, bayramda necə olacaq? Aləm qarışır bir-birinə. İndi xavariclər susublar, gediblər, dincəllər, xavariclərin işi bunlar aparır. Ramazan ayının başlanması necə təyin edilir və necə təyin edilməyə doğrudur? Əslində Ramazan ayı başlanğıcı ayın görməklədir, həm əvvəldə, həm də təzə ayın görməklə bitməsidir. Bəli, ayla bağlı. Çünki İslam tarixi ayla bağlıdır, bəli. Əgər suallardan biri də budur ki, bu mövzuda, əgər oruç tutanın yaşadığı yerdə, başqa bir yerdə öncə ay görülsə, oruç tutan adam nə etməlidir? Bu yaşadığı yerdən başqa yerdə artıq o ay görülür. Bilirsiniz, bu məsələdə düzü rəylər çoxdur. Rəylərin ən belə məşhurları əsas iki rəydir. Əsas iki rəydir. Ya hansısa bir müsəlman ölkəsi görsə, o birislərin də hamısına aiddir. Burada müəyyən bir ölkə qəsd olunmur. Yəni biz nədə qəbul eləmirik müxalifləri, məsələn, xavariclərdir, müəyyələrdir və s. və s. Onlar məhz Saudiyanı götürüblər. Hansısa bir ölkəni təyin ediblər aya baxmaqda. Amma Saudiya dəlil yoxdur axı Saudiya. Vaxt Saudiya yoxdur şəriət tətbiq olunanda. Ölkə adı qeyd olunmuyor. Orada sadəcə hansısa bir müsəlman ölkəsi görsə, hansısa tərəfdə müsəlmanlar yaşayırsa, onlar görsələr, bu hamısına aiddir. Bu hamısına aiddir. Lakin bu rəy tətbiq olunmur indi. Bu rəy tətbiq olunmur. Hətta Saudiyanın özündə də. Çünki nə üçün deyirəm? Məsələn, tutaq ki, Misir görsə, Saudiya görməsə, Saudiya tutacaq, mən sizə sual verirəm. O da var suallar. Tutmayacaq. İndi düzdür, onlar deyirlər ki, müməyyilər və s. Onlar deyirlər ki, deməli, yox. Çünki nə üçün belədir? Bəli, tutmayacaq, biz razıyıq. Nə üçün belədir? Çünki Saudiyada aya baxırlar. Bu, aya baxanlara aiddir. Aya baxırsansa, o birisi ölkəyə tabi olma. Aya baxmırlarsa, hansı ölkəyə tabi ola bilərsən? Onlar belə deyir. Yaxşı. Tutaq ki, məsələn, biz baxırıq onları, biz onlara baxırıq. Tutaq ki, Misir görsə, Saudiya görməsə, bunlar oruç tutmurlar. Bunlar gözləyirlər, məhz Saudiya görsün. Səhv budur. Əgər sən bu rəyi götürürsənsə, ola bilər, məsələn, İndoneziyada görsənsin, elan etsən görsəndir, Məkkədə görsənmədi Saudiyada. Lakin biz görürük ki, bunlar nə orucu tutmurlar, onlardan və açmırlar və tutmurlar da. Tutmurlar və açmırlar. Bunlar gözləyirlər, məhz Saudiyanı. Saudiyanı təyin eləməyi, aya baxmağına, o səhvdir. Bəli. Amma o ki, qaldı, indi belə fərz eləyək ki, yaxşı baxmırlar aya. Aya baxmırlar. Bizdə baxırlar aya. Kim deyir ki, bizdə aya baxmırlar? Bizdə rəsədxana var. Hətta bizdə təyin eləyəndə, hətta namazların da vaxtlarını rəsədxana ilə götürürük. Hətta namazların da vaxtlarını. Bizdə böyük bir rəsədxana var. Bizdə dünyada əgər 6 dənə böyük rəsədxanalar varsa, biri odur. Və mən oraya getmişdim, onlarla danışdım. Orada hətta onlar deyirlər ki, neçə ilin qabağının artıq biz sizə təyin deyə bilərik ki, ay haçan çıxacaq və Allahın izni ilə haçan çıxacaq elmi cəhətdən deyil. Hansı tərəfdən neçənci saniyədə, neçənci dəqiqədə. Yəni o cür elm inkişaf eləyib. Bunlar nəyə istinadırlar? Bunlar deyirlər, yox, görmək lazımdır. Lakin onlar da baxırlar. Yəni onların görməyi dəqiqdir. Bunlar nə edilər? Bunlar deyirlər ki, biz qəbul eləmirik belə. Biz qəbul eləmirik. Baxmayaraq, alimlərin fətvaları var. Maraqlı budur ki, onlar deyirlər ki, bu fikirlər şazdır. Yəni, qəribə kim deyir bunu, şaz? Bunu böyük alimlərdən deyib, Şeyx Albani kimi və s. başqa alimlər. Hətta maraqlı budur ki, bu Süleyman Ruheyli olan ən belə istinad etdiyi, məsələn, alimlərdəndir, Süleyman Ruheyli. O yadınıza gəlir ki, bir dəfə söhbət oldu. Bunlar nə edilər? Süleyman Ruheyli dedi ki, əgər baxmırlarsa, siz baxın. Hətta yadınıza gəlirsə, onlar 3 istiqamətdə çıxmışdılar dağlara. Biri qalxmışdı 3000 kilometr yuxarı, 3000 deyirəm, 3000 metr dəniz səviyyəsindən yuxarıda. Mən də dedim, o ayı axtarmırdı göydəki, orada 4 ayaqlı aylardır. Ayı əgər görmək istəyirsənsə 3000 metr qalxmaq lazım deyil. Aşağıdan da görsənsə. Fikir versəz, birinci il onlar başladılar belə eləməyə. Süleyman Ruheyli necə deyib. Sonra ikinci il baxmadılar. İndi də baxmırlar. Deyirlər, Saudiyada görsəndə diktori və s. hamısı, Saudiyada görsəndə və s. Saudiyada görsəndə, ola bilər Saudiyada görsənməsin, birisini görsün. Lakin onlar elə tərbiyələndiriblər ki, ətrafdakıları ki, Saudiyada görünəcək. Birdən başqa ölkə görsə, Saudiya görməsə, biz qəbul eləmirik. Biz gedməyəcəyik ondan. Bu səhvdir. Süleyman Ruheyli sözünə görə bunlar gərək özləri baxalar.
Lakin gəlirik o birisi Ruheyliyə, onların şeyxi. İbrahim Ruheyliyə. İbrahim Ruheyli deyir ki, hətta hesabatla olsa, hansı ki deyirlər Şazlıvan fikri, hesabatla olsa, öz ölkədən gedin. O nəyi toxunur? Orada deyir ki, cəmaatın birliyi aya baxmaqdan daha mühümdür. Və bu incəliyi onlar tuta bilməyib, o hikməti. Cəmaatın birliyi. Onlar, yəni biz görürük ki, onlar şeyxlərinə də baxmırlar bu məsələdə. Sadəcə burada nədir? Müxalif olmaq. Müxalif olmaq. Əhl-i-Sünnə mənhəci ilə gedəndə hamı belə deyirdi. Elə ki, Əhl-i-Sünnə mənhəcindən çıxdılar Mumeyyiliyə və s. Qaranlıqdır, çox belə bulanıq abu-havadadılar onlar. Bunlar hamısı elə bir ki, hamısı birdən dedi ki, yox, biz indi belə deyirlər, başqa ölkədə Saudiyadan gedəcəyik. Bunlar cəmaatın birliyi fikirləşmirlər. O hədislər ki var, cəmaatla tutun, cəmaatla, yenə onlar fırladırlar ki, bu ayı görməyin aiddir. Lakin əslində burada o alimlər ki, deyil, fətva verəndə təqvimlə gedirlər və s. Onlar bunu getirir ki, cəmaatla gedirlərsə, cəmaat orada tutsa, onlar nə olur? O İbn Məsuda radiyallahu anh o səfərdə tam qılmağa caiz görmürdü özündə. Lakin Osman radiyallahu anh vaxtında Məkkədə tam qıldı. Onu soruşdular, bəs deyirdin, səfərdə olmaq lazımdır. Dedi ki, müxalif olmaq istəmədim. Müxalif olmaq şərdir. Müxalif olmaq şərdir. İndi bu hələm balaca bir məsələdə. Amma bu isə, bu məsələ, cəmaata ümumən ölkədə yaşayan cəmaatın əhaliyə aid olan məsələdir. Əgər sən deyirsən, mən Saudiyanam, biri deyir, mən Türkiyyanam, biri deyir, başqa da, biri deyir, Bangladeşdən, biri deyir, belə. O, indi ab-hava belədir, bir ölkənin içində. Ona görə düzgün deyil. Düzgün deyil. Baxmayaraq olan şeyxləri də belə deyir, düzgün deyil o. Sən cəmaatın birliyi saxlamaq üçün, məsələn, hərdən görürsən, zəng edirlər, deyirlər, 18-i tutur, qalın 19-u. Yaxşı, bayramda necə olacaq? Və bunlar məsələni yüngülləşdirmək istəyirlər. Deyirlər ki, bu fikridir. Yəni, o hamısı nədir? Yəni, məsələ işte də, hətta xurucda da deyirlər, cüzü məsələdir. Deyir də xuruc. O cüzü məsələdir və ya fikri məsələdir. Bunlar məsələni istəyirlər. Yəni, hələ belə məsələdə kim necə istəyir eləsin? Hələ olmaz axı, bəs bunun sabahçı günü var, bunun bayramı var. Necə yəni? Biri bayram necə, biri oruçdur. Aləm qarşı bir-birinə. Yəni, onlar onu nəzərə almayıblar. Belə bir sual çıxır. Bəli. Əgər siz deyirsiniz ki, bir dənə rəylə gedilmək lazımdır cəmaatın birliyi üçün, ancaq bu rəy götürülür. Olar ki, fərqli ölkədə əhalinin birliyi üçün bəli. Məsələn, Süleyman Ruheyli nə deyir? Süleyman Ruheyli onlar üçün demişdi ki, öz-özü baxın. Onlar onu da eləmirlər. Onu da eləmirlər. Onlar sadəcə deyirlər, Saudiya ilə gedir, bu da səhvdir, hansı ölkəyi bağlamaq. Bəli. Maraqlı olan məsələ nədir, sual vermək istədiyiniz? Siz deyirsiniz ki, ölkəyə gelmək lazımdır. Həm birliyi qorumaq üçün, həm də bu daha yaxın. Bu mənim fikrim deyil, alimlərin fikri. Alimlər deyirlər ki, hər iki rəyi götürə bilər, 18-19-da. Əgər bu rəyi götürə bilərlərsə, niyə birliyi üçün bizim götürdüyümüz rəyi götürüb mehribansızlıq rəyi? Yox, bilirsiniz, bunlar elə tərbiyələndiriblər ki, məsələn, biri xuruc görürsə, deyirlər, heç olmaz da daha neyiniyək? Yəni, çəkindirim ondan. Onu məsləhət gör, onu çəkindirim ondan. Lazım deyil, bu cüzü məsələdir. Bunlar məsələləri belə ciddi yanaşmırlar. Onlar məsələlərin nəticələrini fikirləşmirlər. Gedişat hara gedir. Onlar onu gizlədirlər. Necə yəni? Bəli, bu məsələ mühüm məsələdir ölkə üçün. Necə yəni? Bir hissəsi bayram eləyəcək, bir hissəsi oruç tutacaq o gün. Bir hissəsi bayram eləyəcək, qurban kəsəcək, o birisi hissəsi hələm qurban kəsməyəcək, sabahsı gün kəsəcəklər. Və bayramla sabahsı gün qılacaqlar. Burada qarşılıq düşür cəmiyyətdə. Ona görə bunun qabağını almaq üçün, cəmaatın qorunmağı da, birliyi də mühümdür. Onlar tutublar sadəcə bir şeyi. Olmaz, cəm eləmək lazımdır. Böyük məsələdir. Böyük məsələ. Bunun tətbiqi necədir? Həmçinin də burada nə müşkül məsələ var? Burada həmçinin biraz müxaliflik var. Müxaliflik var. Məsələn, dövlət təyin eləyir. Dövlət təyin eləyir. Sən deyirsən ki, yox, biz başqa dövlətdən gedək. Biraz müxaliflik var. Təzahürü var. Sonra həmçinin biz bilirdik ki, biz deyəcən, xavariclərlə bizdə bu müşkül məsələ var idi. Xavariclər israr edirdilər. İndi xavariclər susublar, gedirlər, dincəllər, xavariclərin işin bunlar aparır. Xavariclərin işini bunlar aparır. Yəni, burada nə var? Təbii ki, burada məqsəd elə tərbiyələndirirlər ki, artıq dövlətə çox etimad etmək lazım deyil ölkəyə. İxtilaf olsa da, ixtilafları qəbul eləyin, ona aparır. Mumeyyiliyə. Yəni, ixtilaflar olanda da, hətta hələ böyük ixtilaflar, cəmaatın bir hissəsi bayram namazı qılacaq, bir hissəsi yox, bir hissəsi qurban kəsəcək. Heç nə olmazlar, sən sabah kəsərsən, ya sən sabah qılarsan. Yəni, məsələləri ciddi yanaşmırlar, belə yüngülləşdirirlər, hələ düzgün deyil. Bu fərdi məsələ olsaydı, deyərdi, təyyəmmüm, dəstəmaz,
Bu kütləyə aiddir. Kütləyə aid olanda biraz başqa cür yanaşırsan. Başqa cür, bəli. Yəni, saxma. Çünki məndə burada suallar çoxdur.